qardaşlarının üzr istəməyə fikri var. Kimdən? Xəzərdən. Xəzərdən niyə? Xəbərin yoxdur, o yeməyə zirzibil qatanlar tapılıb, polis tutub. Yaxşı da. Əladır ki, Güllü, onda deməli adı təmizə çıxdı da, vəssalam. Çıxdı, amma nəsə eləmək lazımdır. Bir dəqiqə gözlə. Ey mənim kəndimin mötəbər və haqq ədalət tərəfdarı xalqım. Xəzər təmizə çıxıb, artıq könül rahatlığı ilə gəlib mallarınızı ala bilərsiniz. Mallarımız tərtəmizdir, qət təzədir. Ürəyiniz istəyən kimi gəlib ala bilərsiniz Xəzərdə. Güllü, nə olub yenə? Keyfin yaman keçdi. Ürəyim haqsızlığı götürmürdü. İstədim ki, müştərilərin qayıtsın, gəlsin. Bilsinlər ki, sənin adın təmizə çıxıb. Bu kəndin bir dənə pozitiv qızı varsa, o da sənsən. Nazlı, məncə sən xoşbəxt olmalısan ki, belə pozitiv rəfiqən var. Xoşbəxtəm. Nə gözəl. Amma məndən sənə dost olmaz. Olsa. Amma ki, Güllü, yəni mən səni qısqanmıram, sən rahatlıqla Xəzərlə də dostluq eləyə bilərsən. Sağ ol Xəzər, görüşərik.